Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bax, bura bir nömrəli məktəbin stadionudur. Bu yaxınlarda Vasif buranı da çəkib qoysa da, nə bilim sonra nədənsə razılıq olundu mu, nə olundu mu? Bax, bu gündə də bax, buralar qalmaqdadır. Ansantaryanın içərisində. Bunu yəni Gülməz müəllimə düz başa düşün. Bu məktəb təhsil ocağıdır. Yəni ki, buradan gələcəyin nümunəvi uşaqları böyüyür. Onlar sizdən belə bir nümunəvi hərəkət götürəndən sonra inanmayın ki, gələcəkdə cəmiyyət üçün nələrsə bəxş edərlər ki, yəni ki, düz yaşayıb, düz görərlər. İndi hər halda onların içərisində təmiz uşaqları var. Söhbət ondan getmir. Allah canlarını sağ eləsin, zehinlərini açıq eləsin. Amma gene də bax, bu bayram günlərində bu təmizlikləri görmək olardı. Məktəbin işləmədiyi vaxtlarda. Budur hal-hazırda əziz izləyicilər, məktəbin yəni ki, antisanitar vəziyyəti. Bu bunun müvallik sistemi, bu bunun ayaq yolusu, yəni ki, bax, antisanitaryanın içərisində. Əgər bu işi bacarmırsınızsa, çəkilin, bacaranlar gəlib oturub rəhbərliyin eləsinlər. Bax, budur. Bütün görüntülərdə də hər şey görsənir. Məktəbin özdəki bu az yaşlıların yəni ki, gəldiyi bir yerdir daimi. Real görüntülərin hamısı bax burada. Bu da məktəbin qəzalı vəziyyəti. Toklar bu vəziyyətdə. Açıq aşkar yanı ölüm saçır hamısı. Bax, buralar hamısı məktəb ərazisidir, əziz izləyicilər. Bu cür kirin pasın içərisində. Və məktəblilərin idman zolağında oynadıktan sonra yaxınlaşıb su içdikləri krant. O da antisanitariya içərisində, kirin pasın içində. Buyurun baxın. Bax, bu vəziyyətdir. Sağ ol ay dədə. Sular da gəlmir həmişək kimi. Buradan məktəbli su içmək üçün ya gözləməlidir dərsin axırın, ya da ki, nə bilim, getməlidir hansısa bir mağazinə. Ən azından burada bufet də təşkil olunmalıdır, o da yoxdur. Ona görə yoxdur ki, yəqin ki, müqabilində müəyyən nəysə istənilir. Bu da məktəbin qarşı tərəfidir. Yəni, real görüntülərdən də burada kamera axrejleniya olunduğu görsənir. Bura kameraları qoymaq lazım deyil, kimlərsə çəkmək lazım deyil. Burada elmi inkişaf elətdirmək lazımdır, tələbələri inkişaf elətdirmək lazımdır və təmizliyə riayət eləmək lazımdır. Budur, bax, hal-hazırda məktəbin qarşısında olan bağın vəziyyəti. Kim durur, kim bu yəni arxasında olan qüvvələr, bu qüvvələrlə də yəqin ki, tezliklə maraq olunar. Daha görəklərdə fikirlərinizi özünüz bildirərsiniz, əziz izləyicilər. Amma dəfələrlə də buradan video qoyulsa belə, yəni xeyri yoxdur. Ancaq bax, belə şeylərin reklamı gedir. Qəbul, güzəşt, nə bilim nə. Bu lazımdır, öyle cəmaata təsir lazımdır.